Doğrudan da zikru Aliyin ibadə. Məsumlarımız buyurur, Əlinin adını çəkmək ibadətdir. Hətta rivayətdə var, biz ki necə Subhanallah, Elhamdülillah zikr eləyərik, mələklər də Mövla Əlinin adını bi Aliyin, bi Aliyin, bi Aliyin rivayətdə var, Həzrəti nəql eləyərlər. Ağa Rasulullah buyurur, mən meyraca gedərkən Allahın can alan mələyi Cənab-ı Əzrail Mələkül Maut mənə salam verdi və buyurdu, Eynə Aliyyun, keyfə Aliyyun, Əli necədir, Əlinin keyfi halı necədir? Deyir, dedim, ya Əzrail, sən Əlini hardan tanırsan? Dedi, ya Rasulallah, elə ki Allah məni yaratdı, bu xəlaiqin, bu canlılar aləminin ruhunu ki almağı mənə həvalə elədi, iki ruhdan başqa, ruhukə və ruhu Əli. Buyurdu, sən Peyğəmbər və Əlinin ruhunu özüm allam. İki ruhu mənə tapşırmadı. Mən Əlini o vaxtdan tanıram. Odur ki, yazırlar Peyğəmbərdən soruşdu, Eynə Aliyyun, keyfə Aliyyun. Doğrudan da əlbət ki, Əlinin məqamında bizlər acizük nəsə deyək.